Deməli, mənim əzizlərim, mənim canlarım, mən bu məqamları çəkməyə bilmərəm və sizinlə paylaşmaya bilmərəm. Ona görə ki, deyir ki, bu 3 ayda məndən əziyyət çəkən insanlar var. Tək mənim ailəm yox, elə bu evdə mənim ailəmdir. Şəhla xala gidi 20 ildir tanıyıram, 20 ildir. Bəlkə də 20 ildən də çox. Nüsrət 20 ildir mənim yanımdadır. Əminə mənim gəlinimdir. Gör neçə illərdir, illər keçir aradan. Və durdum uşaqlarımı da götürdüm, dedim Şəhla xala, gəlirəm mənə aş dəmirəm. Gəldim onlara. Allah xoşun olsun. Şəhla xala yəni elə bir ki ikinci anamdır da mənim. Gəldim onu görməyə. Eviniz şən olsun, süfrəniz bol olsun, rozunuz bol olsun. Oğlum da həmişə uzaq yola gedib gəlir, sağ-salamat geçsin, gəlsin. Fərqi yoxdur, mən müğənniyəm, fərqi yoxdur, mən rəqsanəyəm, fərqi yoxdur. Amma mən necə deyim, dostluğu, necə deyim, o istiliyi, o mehribanlığı həmişə hiss edirəm və özümdə yaşadıram. Yəni, bu doğmalarım mənim hər şeyimdir, əzizlərimdir, canlarımdır. Şəhla xalada bayaqları məni gördü, ağladı, bax indi ağlayır, məni görüb ağlayır. Bunlar mənim başıma gələnlərlə barışa bilmirlər hələ də, amma deyir, həyatdır da, deyir, Allah Taala həmişə sevimli bəndəsini ən ağır sınaqlar verir ona. Ona görə də Allahımdan yenə də razıyam. Çox şükür ki, bu günlərimdə mən Allahın balalarımın yanındayam. Allah sizdən razı olsun. Qarşıda gözləyin. Naxçıvan da bizimdir. Yəni dedim, amma dilimi demirəm nədir. Elə dedim, Naxçıvan da bizimdir. Hoş gəlmişsən Rəqsanə. Allah səni var eləsin. Həmişə başımızın üstündə ol. Allah Fazil müəllimə də can sağlığı versin. O da Zil müəllimə də can sağlığı versin. O da sənlə, bizdən belə əziyyət çəkdi. O bir addım uşaqlardan geri qalmadı. Allah canını sağ eləsin, xoş gəlmişsən. Həmişə başımızın üstündə ol, həmişə üzün görsün. Ətrafınla, əzizlərinlə. Allah səni var eləsin. Sən bizim hər şeyimizsin. Hər şeyimizsən sən bizim. Nə eləyirik halal, min halalın ol. Allah razı olsun. Həmişə evimiz açıq. Amin Allah.